Sabah hava necə olacaq? Günəşli yoxsa şaxtalı? Gündəm xəbər nefrində 15 yanvar tarixidir və yanvarın 16-sına olan günün hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidmətinə istinadən diqqətinizə çatdırırıq. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacağı gözlənilir, əsasən isə yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 6-10 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın rayonlarına gəlincə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 6-11 dərəcə isti olacaq. Dağlarda isə 5-10 dərəcə şaxta, gecə üçün yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Gündüz isə havanın temperaturu 2-5 dərəcə şaxta olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə isə yolların buz bağlama ehtimalı var.